Hər birinizi salamlayıram, əziz izləyicilər. Bugünkü dərsimiz olacaq funksiyanın ekstremumları. Deməli, nədir funksiyanın ekstremumları? Qrafik üzərində funksiyanın qiymətlərinin artmasından və ya azalmaya, azalmadan artmaya keçdiyi nöqtələr onlara funksiyanın maksimum minimumunu göstərir. Bu nə deməkdir? Məsələn, bax, burada yaşıl xətlə göstərib. Bax, bura kimi funksiya nə edib? Azalıb. Və bu nöqtədən işarəni göstərirəm. Bax, bura kimi artıb və yenidən D nöqtəsindən X-in D-sindən gəlib bura kimi Y-lər. Yəni, bu azalma, bu ox funksiyanın azalmasını göstərir aşağıya. Deməli, X maksimum. Maksimum qiyməti harada alır? Bax, burada alır. Minimum qiyməti bax, burada alır. Deməli, bu minimum nöqtədir, bu maksimum nöqtədir. Funksiyanı D nöqtəsində funksiya X-in maksimum qiymətini alır. Deməli, X-in maksimum qiymətidir. Funksiya da burada olacaq maksimum nöqtəsi. Bu burada. İndi, bax, göründüyü kimi minimum nöqtəsi arada C nöqtəsi. Yəni, ən kiçik artma azalma nöqtəsi bax, buradadır. Həmin nöqtədə funksiya nə edir? Funksiya kiçik qiymətini alır. Və burada. Burada baxsaq, maksimum nöqtəsidir. Çünki həmin nöqtədə funksiya öz qiymətini, yəni böyük qiymətini alır. Maksimumunu alır. Funksiyanın qiymətləri isə ən böyük və ən kiçik qiymətlər isə, bax, ən böyük qiyməti burada nədir? Budur. Ən kiçik qiymət, bax, budur. Minimum, maksimum nöqtəsi nədir? Ən kiçik, yəni ən böyük qiymətindən gəlib nə edib? Ən kiçik qiymətinə, bax, bura, minimum nöqtəyə və buradan yenidən başlayıb artmağa. Və bu, həmin bu nöqtə funksiyanın artma, azalma aralığını təyin edib, bu nöqtə. Deməli, A-dan C-yə kimi nə edib? Azalıb funksiya. C-dən D-yə kimi funksiya nə edib? Artıb. D-dən də B-yə kimi funksiya azalıb. İndi burada baxsaq. Bir də bir məqamı nəzərinizə çatdırıb. Bu Y oxun nöqtəsində bax. Y oxunda bu nöqtə bu üzü aşağı işarələnmiş, qırmızı ilə işarələnmiş nöqtə. Bunun qiymətlər çoxluğudur. Qiymətlər çoxluğu hansı? Bax, buradan bura kimi işarələdiyim hissə bu qiymətlər çoxluğudur. Təyin oblasına baxaq. Funksiyanın təyin oblası. Hansı aralıqda? Bax, burada. Burada nədir? -1. Hara kimi gedib X-in qiyməti? 5-ə kimi. Bunun təyin oblası -1-dən 5-ə kimi. Deməli, X -1 olanda nə olur? X -1 olanda funksiya 1 qiymətini alır. 5 nöqtəsində funksiya 2-ni almır. Amma 5 qiymətini verirəm buna. Funksiya amma 2 qiymətini almır. Yəni, görürsünüz, rəngsiz dairəciklə göstərilib. Funksiyanın qiymətlər çoxluğu isə bu aralıqdadır. Bu da hansıdır? -3 ilə 3 aralıq. Deməli, Y olacaq -3 ilə 3 aralıq. Bu onun qiymətlər oblası. Qiymətlər oblası. İndi funksiyanın sıfırları. Sıfırlar nədir? Sıfırlar o deməkdir ki, X oxunu hansı nöqtədə kəsirsə, həmin nöqtələrdə Y sıfır olur. Deməli, funksiyanın sıfırları nədir? 1-dir, 4-dür. Funksiyanın sıfırları 1, 4. Yəni, 1 qiyməti verəndə funksiyaya nə alıb burada? 0. 4 qiymətində verəndə eyni qayda ilə funksiya 0 alır. Və burada funksiyanın sıfırları onun təyin oblasının funksiyanın işarəsinin saxlandığı üçün aralığa bölür. Hansı aralığa? -1 ilə 1 arasına. Bir də 1 ilə 4. Bir də 4, 5
hissəyə aralığına bölür. Deməli, mənfi 1 ilə 1 arasında funksiya nə olur? Müsbət qiymətlər alır. Və 1 ilə 4 arasında funksiya mənfi qiymətlər alır. 4 ilə 5 arasında funksiya müsbət qiymətlər alır. Funksiyanın artması və azalması. Nədir funksiyanın artıb azalması? Deməli, fikir versəz, deyir ki, mənfi 1-dən 0-a kimi x-in mənfi 1-indən, yəni buradan, mənfi 1-indən 0-ına kimi, bura, x-in 0-ına kimi, bura kimi. Funksiya nə edib burada? Artıb, yəni burada fikir versəz, arta gedib, tam burada 3 nöqtəsinə kimi. Deməli, 0-dan 2-yə kimi, bu 0 nöqtəsi x-in 0-ından, x-in 0-ından nə alır? 3 alır. 0-dan 2-yə kimi, bura kimi, bu nöqtəyə kimi. Bu nöqtəyə kimi hamısında nə edib? Azala gəlib. Burada azala gəlib. Və ikisindən 5-ə qədər, 2-dən 5-ə qədər, 2 daxildir, amma 5 daxil deyil. 2-dən 5, x-in 2 qiymətindən 5 qiymətinə funksiya nə edib? Artıb. Bunu göstərir. Sonra, funksiyanın ekstremumları, maksimum, minimumu. Qrafik üzərində, yəni 0, 3, x-in 0 qiymətində funksiya nə edir? 3 alır. Bu nə idi? Maksimum nöqtəsidir. 2-ni, deməli, x-in 2 qiymətində funksiyanı alıb, 3 alıb. Deməli, bu nəyi göstərir? Minimumu. X, fikir versəz, minimum nöqtəsi 2, həmin nöqtədə minimum qiymət alır, mənfi 3. Maksimum nöqtəsi 0, həmin nöqtədə 3 alır. Deməli, bu nöqtələr nədir? Ekstremum nöqtələrdir. Deməli, bu 2, mənfi 3, bir də 0, 3 ekstremum nöqtələrdir. Yəni, artıb azalan nöqtələrdir. Həmin nöqtələrdə funksiya artır və ya azalır olduğunu görə bilərik. İndi baxaq, qrafikdə verilib, deyir ki, funksiyası üçün təyin oblastını tap. Təyin oblastı hardadır? Bax, buradan. Bu nöqtədə. Təyin oblastı gəlib 6-ya kimi. Yəni, təyin oblastı olacaq mənfi 3 ilə 6 arasında. Sıfırları, bu oldu A bəndi. Sıfırları B bəndində olacaq, sıfırları hansı, x oxunu hansı nöqtələrdə kəsir? Mənfi 1, mənfi 1, 5, mənfi 1, 5. Boş nöqtələri yazaq. Mənfi 1 və 5 aralığı yazmaq düzgün olmaz. Müsbət qiymətlərin aldığı aralıqlar. Harada müsbət qiymətlər alır? Bax, burada. Mənfi 3-dən daxildir 1-ə qədər. 1-ə qədər nə alır? Müsbət qiymətlər alır. Mənfi 1-dən 5-ə kimi, mənfi 1-dən 5-ə qədər mənfi qiymətlər alır. 5-dən 6-ya qədər müsbət qiymətlər alır. Burada isə müsbət qiymətlər olur. İndi müsbət qiymətlər aldığı aralıqları soruşur. Gərək biz bu C bəndində belə yazardıq. C bəndində müsbət qiymətlər aldığı. Hansı olacaq? Mənfi 3 ilə 1 arasında. 1-i daxil eləmir. D bəndi isə mənfi qiymətlər aldığı. Burada mənfi 3, 1. Bir də 5, 6 aralığı burada müsbət. Mənfi isə mənfi 1-dən 5-ə qədər burada mənfi qiymətlər alır. Mənfi, bu da müsbət. Artma, azalma aralıqlarını. Hardan hara artır və hardan hara azalır? Deməli, mənfi 3-dən
2'ye kimi neyinib? Azalıb. Y bəndi. -3'dən 2'ye qədər ikisi də daxildir. Azalıb. Hardan artıb? 2'dən 6'ya qədər artıb. Qiymətlər çoxluğu. Qiymətlər çoxluğu y-in ala biləcəyi qiymətlərdir. Burada hansıdır? Kesişmə nöqtəsi. 2'dən -3'dən 2'ye kimi. Deməli, F bəndidə olacaq. Qiymətli oblasdı -3, 2. Yəni bu aralıq. Bu olacaq qiymətlər oblasti. Qiymətlər oblasti. İkinciyə də baxsaq, indi bunu silək. Burada da eyni qayda ilə təyin oblasti. Təyin oblasti haradadır? -2 ilə 3 arasında. A bəndi. -2, 3. Bunun təyin oblasti. Sıfırları -2, 2. B bəndi. -2 və 2. Bunun sıfırlarıdır. C bəndi. Müsbət qiymətlər aldığı aralıqlar. -2 ilə 2 arasında müsbət qiymətlər var. -2 ilə 2 arasında müsbət qiymətlər olur. Bura müsbətdir. Və mənfi qiymətlər aldığı aralıqlar isə olacaq -2'dən burada mənfi qiymətlər alır. 3'e qədər. Burada da mənfi qiymətlər alır. Artma və azalma aralıqlarına Y bəndinə baxaq. Y bəndində. Artma aralığı hardandır? Deməli 2'dən 0'a kimi, 2'dən 0'a kimi artır və 0'dan x-in 0 qiymətindən azalır hara kimi? 3'e kimi. Funksiya azalır. Deməli 0'dan 3'e kimi. Bu qiymətlərdə isə x-in bu qiymətlərində funksiya azalır. Azalır. Göründüyü kimi 4 qiymətindən gəlib nəyə? -5 qiymətində. Hansı qiymətlərdə azalıb? X-in 0'ından başlayıb gəlib x-in 3'ünə kimi funksiya azalıb. Bu qayda ilə təyin edilsin. Qiymətlər çoxluğu da y-in üzərindəki -5 ilə F bəndidə -5 bir də 4 arasındadır. Bunun qiymətlər çoxluğu. İndi keçək növbəti suala. Verilmiş funksiyanın aralıqda qrafikini qurub funksiyanın ekstremumunu göstərən ən böyük və ən kiçik qiymətlərini tapın. Deməli, buradan y-i çıxardıq, mənfini çıxardıq, qaldı x kvadrat minus 2x. Hər tərəfini 1 əlavə edib 1 çıxaq. Nə oldu bunun qrafiki? Düsturu. X minus 1'in kvadratı, bunu da vurub açsam plus 1. Deməli, qollar aşağı, A bəndə için yazıram. 1 vayd sağa, 1 vayd yuxarı. X-ə 0 verəndə 1, -1, 0'dan keçəcək. Qrafik belə olacaq. Bu da onun təpə nöqtəsi. 1, 1, 1. Bunun təpə nöqtəsidir. X-i bir də y. Nə istəyir sonra bizdə? Ən böyük və ən kiçik qiymətlərini tapın. Bu aralıqda -1 ilə 2. Deməli, -1 ilə, burada olsun -1, burada da olsun 2 arasında. 2.
İndi bunun sıfırlarını tapaq. 2x minus x-in kvadrat bərabər 0 eləyək. X-i çıxarsam 2 minus x bərabərdir 0. X bərabərdir 0. Birinci x2 bərabərdir 2. Deməli, bu 2 nöqtəsi bunun sıfırıdır. Bizə də bu qiymətləri soruşur. 2-ni burada yazaq. Deməli, mənfi 1-də də, deməli, 0-da 0 verir, bir də mənfi 1. Nə istəyir? Ən böyük və ən kiçik qiymətlərini tapın. Fikir versəz, ən kiçik qiyməti burada olur. Mənfi 1-də, 1-də 2-də alır. Bir də 1 nöqtəsi var burada. Bu hər birin mənfi 1, 1, bir də 2. Bu aralıqdakı qiymətləri yazacaq funksiyada. O burada. Neçə olacaq? Mənfi 1-i yazsam, mənfi 2 minus 1, mənfi 3. Deməli, burada nə olur? Mənfi 3 alır. Funksiya ən kiçik qiymətin. 1 yazsam burada 1 alır, göründüyü kimi. Və 2 yazanda 0 olur. Deməli, ən kiçik qiymətin minimum nöqtəsi olacaq bura. X-in hansı qiymətində? F mənfi 1 olanda funksiya ən kiçik qiymətin olur, o da 3 alır. Digər tərəfdən ən böyük qiyməti də F 1-də alır. Neçə alır? 1 alır. Yəni 1 qoysan 1 eləyir. Burada da qrafikdə də görsənir o. Amma 2 nöqtəsində 0 alır. Ən kiçik olmur. Bu qayda ilə tapırsınız. B bəndi də eyni formada yazırsınız. İstəyirsiniz onu da baxaq. Bunu silək. Yazırıq. Y bərabərdir x kvadrat plus 4x plus 4 minus 4. Olacaq x plus 2-nin kvadratı minus tam kvadrat ayırdım da minus 4. Qrafikini yazırıq, çəkirik. 2 volt sola və 2 volt aşağı. 4 volt aşağı, 4 mənfi 2. Qollar haradır? Qollar yuxarı, çünki x-in kvadratının qarşısındakı ədəd müsbətdir. Və x-ə 0 verəndə haradan keçir? 0-dan keçir. Bunun qrafiki belə olacaq. Bunun təpə nöqtəsidir. Təpə nöqtəsinin koordinatları 2, 4-dür. Yəni x-i, bu da y. Və bu aralıqda, deməli, mənfi 4 verəndə neçə alır? Mənfi 4 verəndə 16 müs 0 alır. Burada mənfi 4 var. 1 verəndə 1-ə baxaq. 1 verəndə 5 alır. Bura 1 yazsam, bu nöqtə olacaq 5 nöqtəsi. İndi buradan qrafikdən də görsənir ki, ən böyük qiyməti harada alır? 1 nöqtəsində. Maksimum nöqtəsi, x-in maksimumu 1-dir. Funksiya həmin nöqtədən alır. 5, ən böyük qiyməti 5-dir. Ən kiçik qiyməti də harada alır? Mənfi 2-də, burada qrafikdə görsənir. Nə alır? X minimum nöqtəsi olacaq mənfi 2. Funksiya hansı qiymət alır mənfi 2-də? 4 alır, mənfi 4. Bu da onu qrafikdən daha dəqiq, tez görə bilərik. Mənfi 4 ilə 1 arasında bu qiymətlərlə təyin edə bilərik. Dərsimiz bu qədər. Ətraflı izahat verməyə çalışdım ki, aydın olsun. Sağ olun.